Bəşərin Beynəlmələri Kəmpeyni və Sohrab Eyrabının şəhadəti. Hüquq Bəşərin Beynəlmələri Kəmpeyni İranda yekşənbə günü tirin 21-də bir ettilaiyə müntəşir elədi və onda istədi ki, Sohrab Eyrabının ölmağının illəti təhqiq olunsun. Bu kəmpeyn bu cavanın şəhadətin bir neyrəng və ibham nişanəsi bilir. Hüquq Bəşərin Beynəlmələri Kəmpeyni İranda bu ittilaiyəni bu unvanla müntəşir elədi. Məqamat ondan sonra ki, ittilaat verməkdən imtina elirdi, bir cavan təzahürat eləyənin ölümündən ki, gülülə isabətindən şəhadətə yetişib xəbər verdi. Bu ittilaiyə o zaman müntəşir oldu ki, Sohrab Eyrabının şəhadətinin xəbəri elam oldu. Sohrab Eyrabi ki, 19 yaşı var idi, qərar idi bu il konkur imtahanatında şirkət eləsin. Amma xurdadın 25-də bir bəsici ki, Aşura paygahının Qordan 117-sinin damından tirəndazı elirdi, bu ittifaqda Sohrab Eyrabını məcruh elir. Kəmpeyn elam elədi. İranın məqamatı 26 gün Sohrabın napədid olmağından sonra Sohrabın xanivadəsinə bu cavanın şəhadətin xəbər verdi. Və şəhadətin illətin gülülə isabəti Sohrabın qəlbinə elam eləyib. Sohrab Eyrabının xanivadəsi bir müsahibədə Hüquq Bəşərin Beynəlmələri Kəmpeyni ilə İranda izhar elədi ki, Sohrabın cəsədi xurdadın 29-unda, yəni 5 gün Sohrabın napədid olmağından sonra pizişki qanuniyə təhvil verilib. Hadi Qaimi Hüquq Bəşərin Kəmpeynin soxəngusu İranda izhar edir. Əgər Sohrab xurdadın 25-də xiyabanda şəhadətə yetişib, pəs niyə cəsədi xurdadın 29-unda pizişki qanuniyə təhvil verilib? Və bu ki, niyə məqamat bu qədr səbr eləyiblər ta Sohrabın şəhadətini Sohrabın xanivadəsinə xəbər versinlər? Ağay Qaimi bu barədə İranın dəstgah qəzaisindən istir ta bu cəryanı peygiri və onun barəsində təhqiq eləsin. مهمترین هدف اعتراف almaq. Xudserane bazdaş olmaqların peygiri komitəsi yekşənbə günü taza ettilaiyəsində bu günlərin bazdaş olanlarının taza amarın iraə verdi və etiraf almaq bu bazdaş olanlardan məsulların mühimtərin hədəfi bildi. با اینکه آیین داسری کیفرینین قانونunda تلقینی suallar یا متهمی اجبار eləmək məmnudir, bu komitə dedi, intizami və əmniyyəti məqamatların mühimtərin hədəfi siyasi fəal bazdaş olanları məcbur eləmək itirafa və bu itiraflardan filmbərdari eləməkdir. پیگیری komitəsi bu ettilaiyyədə cismi və rəvani şəkəncələrdən çicəli etiraf almaqlara görə rəvac olub çoxli niyarandı. عزت‌الله صحابی خاتمی موسوی və Kərrubi siyasi cibhəsi təşkil versinlər. Milli məzhəbi fəallarının şurasının rəisi pişnahad verdi. Musavi, Xatəmi və Kərrubi siyasi cibhəsi təşkil versinlər. İzzətullah Səhabi İlnanın xəbərnigarı ilə bir güftəgüsü var idi və dedi, bizim camiəmizin dərdi bu günlər azadi və qanundur və hamı gərək onun dalında olsunlar. Bu barədə hizb təşkil vermək olmaz. Çünki hizbin bir xas ideolojisi vardı
vali siyasi cephesi təşkil vermək bizim camiamızın اوضاع və əhvalı ilə çoxdan tətbiqi vardı. İzzətullah Səhabi Musavinin, Xataminin və Kərrubunun həmbəstəgisini mühüm bildi və dedi: "Əgər bu üç şəxsiyyət cəbhəyə siyasi təşkil versələr, həttəmən böyük əsəri İranın siyasətində qoyacaq. Çünki bu hərəkətlər ki bizim camiamızda üz verir, bir rəhbərə niyazı var. Və əgər bu rəhbər olmasa, bu hərəkətlər ya radikali olarlar, ya aradan gedər." Otrişin parlamanının nümayəndələri İranın məqamatlarına etiraz elədilər. Bu parlamanın 71 nümayəndəsi bir namədə Cumhuriyyə İslamının məqamatlarının namülayim bərxurdlarını mütəriz millətin qabağında ki, bais olub neçə nəfər də qurbanı olsunlar, çoxlu müttəhəm elədi. Bu nümayəndələr İranın dövlətindən istədilər ki, bu bərxurdlardan təzahürat eləyən millətin qabağında xuddar eləsinlər və hamı zindanlılar ki, bu rabitədə zindanı olublar, fori azad olsunlar. Geçen ayda 41 روزنامه‌نگار بازداشت olublar. Guzarişgeran بدون مرز 41 nəfər روزنامه‌نگارların zindanı olmağından bir ay intihabat riyasət cumhuridən sonra xəbər verdi. Bu sazman bu barədə bir bəyaniyyə sadir eləyib ki, onda fişarların çox olmağını روزنامه‌نگارların üstündə İranda məhkum eləyib və çoxlu izharı niyarançılıq bu barədə eləyib. Bu 4 günün ərzində 2 əkkaz xəbəri به نامهای مجید سعیدی و توحید بیگی بازداشت olublar. توحید بیگی intihabatın cəryanında Mehdi Kərrubidən himayət eləyib və Məcid Səidi İranın sərşinas əkkaslarındandır ki, daxili və beynülmələri əks ajanslarıyla həmkari elir. هنگامه شهیدی ده چی روزنامه نگار و وبلاگ نویستی 2 هفته‌دی بازداشت دادی.